Sumqayıt şəhərində şəhərsalma və memarlıq ilinə həsr olunmuş Böyük Qayıdışın Memarlığı adlı tədbir təşkil olunub. Tədbir Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt şöbəsinin və Uğur Art Dərnəyinin rəhbəri gənc rəssam Günel Qasımovanın təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində baş tutub. Tədbir çərçivəsində gənc rəssamların əl işlərinə ibarət sərgi nümayiş olunub. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra şəhərsalma sahəsinə həsr olunmuş videoçarx təqdim edilib və rəqs qrupunun çıxışı proqramı daha da zənginləşdirib. Çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt şəhəri üzrə rəhbəri, Qartal Tikinti firmasının direktoru Şahin Məmmədov tədbirin əhəmiyyətindən geniş bəhs edib. O bildirib ki, bu cür təşəbbüslər memarlıq və şəhərsalma sahəsində yeni baxışların formalaşmasına, dövlət və özəl sektor arasında əməkdaşlığın güclənməsinə mühüm töhfə verir. Şahin Məmmədov qeyd edib ki, sərgidə nümayiş olunan gənc rəssamların işləri müasir memarlıq düşüncəsinin incəsənətlə sintezini aydın şəkildə əks etdirir. Daha sonra çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov tədbirin şəhərin ictimai mədəni həyatında mühüm yer tutduğunu bildirib. O qeyd edib ki, belə tədbirlər həm memarlıq sahəsində əldə olunan nailiyyətlərin təqdimatı, həm də gələcək planların müzakirəsi üçün vacib platformadır. Fərid Ələkbərov sərgi ilə bağlı fikirlərini bölüşərək bildirib ki, gənc rəssamların əsərləri şəhərin gələcək görünüşünə yanaşmanı da əks etdirir və bu memarlıq düşüncəsinin inkişafında mühüm rol oynayır. Tədbir çərçivəsində şəhidlər Mikail Məmmədzadə və Rüfət Əhmədzadənin xatirəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub. Şəhid anaları çıxış edərək övladlarının qəhrəmanlıq yolundan danışıb, belə tədbirlərdə onların xatirəsinin anılmasını yüksək qiymətləndiriblər. Sonda tədbirin təşkilatçısı Günel Qasımova çıxış edərək layihənin əsas məqsədinin memarlıq, incəsənət və vətənpərvərlik dəyərlərini bir platformada birləşdirmək olduğunu bildirib. O qeyd edib ki, sərgidə iştirak edən gənc rəssamların işləri böyük maraqla qarşılanıb və bu onların gələcək yaradıcılıq fəaliyyətinə əlavə stimul verəcək. Tədbir musiqi nömrəsi ilə davam edib və Uğur Art Dərnəyinin gənc rəssamlarının mükafatlandırılması ilə yekunlaşıb. Bugünkü tədbirimiz Böyük Qayıdışın Memarlığı adlı tədbirdir. Məqsədimiz uşaqları maarifləndirmək, qədimi abidələrin təsviridir, şəkillərdə müasir abidələrin təsviridir, videoçarx kimi uşaqları maarifləndirməkdir məqsədimiz. 70 sayda şagirdlərimiz iştirak edir, tələbələr iştirak edir. Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.